İsa əleyhissalam, Allahın salamı ona və Peyğəmbərimizə və Peyğəmbərimizin ailəsinə olsun. Görür ki, bir dəstə insan ağlaya-ağlaya ibadət edirlər. Birinci dəstədən İsa əleyhissalam soruşur ki, niyə belə ağlaya-ağlaya ibadət edirsiniz? Buyururlar ki, biz cəhənnəm qorxusundan ağlayırıq. İkinci dəstədən soruşur İsa əleyhissalam, yəni ikinci dəstəni də görəndə ki, bunlar da ağlaya-ağlaya ibadət edirlər. Soruşur ki, siz niyə ağlaya-ağlaya ibadət edirsiniz? İkinci dəstə deyir ki, biz cənnət şövqündən ağlayırıq ki, Allah Taala bizə ibadətimiz müqabilində cənnət verəcək. Üçüncü bir dəstəni İsa əleyhissalam görəndə ki, bunlar da ağlaya-ağlaya ibadət edirlər. Onlardan soruşanda ki, siz niyə ağlaya-ağlaya ibadət edirsiniz? Onlar deyirlər ki, biz Allaha məhəbbətimizdən ağlayırıq. Və İsa əleyhissalam üçüncü dəstəyə buyurur ki, siz Allaha daha yaxınsınız.